Harda qalmışdıq? Nəzərdən keçəcəyimiz növbəti detal Jinkao span, mənaca gecikən xəttdir. Bu xətt adətən qrafikdə bənövşəyi rəngdə göstərilir. Jinkao span cari bağlanış qiymətinin 26 şam geriyə sürüşdürülmüş vəziyyətini ifadə edir. Jinkao span xətti Shimoku sisteminin ən unikal özəlliklərindən biridir. Müəyyən xəttlərin bu cür irəliyə yaxud geriyə doğru sürüşdürülməsi bizə qiymətin gələcəkdə özünü necə aparacağını təsəvvür etmək üçün variantlar verir. Məsələn, qrafikin bu sahəsini təhlil edərkən görürük ki, əgər Jinkao span qiyməti yuxarıdan aşağı kəsilsə, üstünlüyün aylarda olduğunu göstərir. Çünki bəlli olduğu kimi qiymətin trend istiqamətində hərəkəti davam etdirmək xüsusiyyəti vardır. Əksinə, əgər Jinkao span qiyməti aşağıdan yuxarı kəsərsə, buğa ssenarisi ilə hərəkət edə biləcəyi göstərilir. Əlavə edək ki, Jinkao span bizə aşkar müqavimət və dəstək səviyyələri ilə də təmin edir. Həmin xətləri Jinkao spanın yaratdığı nöqtələrdən düz xətt vasitəsilə, yəni horizontal xətlə çəkmək olar.